Siyasi baxışlar, siyasi yanaşmalar, hətta ən kəskin fikir ayrılıqları nə zaman arxa plana keçməlidir? Ortada birbaşa dövlət, onun atributları, simvolları və ən ümdəsi ləyaqəti ölkədən kənardadırsa beynəlxalq müstəvidəki nüfuzu olanda. Bu fikirləri politoloq Aynur Camal bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Avropada siyasi mühacir adı altında maskalanan bir ovuc ünsürün nümayiş etdirdiyi əxlaqsızlıq, küçə davranışı, sosial şəbəkələrə sızan o utancverici görüntülər əminəm ki, hər bir vicdanlı Azərbaycanlının ürəyində təkcə təəssüf deyil, həm də milli xəcalət hissi doğurur. Biz nə vaxt tənqidlə düşmənçiliyi, müxalifətçiliklə vətənə, dövlətə, yurda, xalqa xəyanəti qarışdırdıq. Nə baş verdi ki? Demokratiya sərhəd tanımır, tənqidə də sərhəd qoymur. Ancaq sərhədsiz tənqid təhqir deyil, əxlaqsızlıq, tərbiyəsizlik, mənəviyyətsizlik heç deyil. Yaşadığınız ölkənin insanlarının milli ləyaqəti, milli qüruru, özgüvəni, mədəniyyəti, elitarlığını görürsünüzmü? Alman düşüncə tərzinə, Alman zədəganlığına, kübarlığına bələdsinizmi? Təbii ki, yox. Çünki siz orada yaşamırsınız. Siz orada sadəcə mövcudluq mübarizəsi aparırsınız və bunun üçün hər şeydən keçmisiniz. Milli ləyaqətdən də, kübarlıqdan da. Yalan, böhtan, nifrin, utanmazlıq, saxtakarlıq, həyasızlıq, mənəviyyatsızlıq, soysuzluq, köksüzlük dünyada yalnız və yalnız bir xalqa xasdır. Siz də onlara tay olduğunuzu bütün varlığınızla nümayiş etdirməyə çalışırsınız. Çünki sifariş oradan gəlir. Qalib prezidentə İlham Əliyevə, qalib Azərbaycana, qalib xalqa bu qədər nifrət yalnız keşiş Baqrat, Qaragin, bir də Köçəryan Sərkisyan sürüsündən gələ bilər. Siz onların danışan dili rolunu cani dildən oynayırsınız. Bu, Avropanın mərkəzində yaşamaq, qalmaq dilənçiliyidir. Real cəmiyyətdən tədric olunan ya da ölkələrin sığınacaqlarında qrant və ya status xatirinə hər şeyini satmağa hazır olan bu zümrə artıq Azərbaycan adlı müqəddəs anlayışı unudub. Onlar üçün dövlət marağı yoxdur. Onlar üçün yalnız sifarişçilərinin ayaqları altına sərilmiş, tapdanmış və itirilmiş mənlikləri var. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bilməlidir. Azərbaycan dövləti əbədidir. Bu əbədiyyata, bu dövlətçiliyə dil uzadanları, bu vətənin hər qarışı üçün qanını axıdan şəhidlərimizin ruhu bağışlamaz. Biz də bağışlandıq, deyə Aynur Camal qeyd edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.